Uşaqlar salam. Bu günləri biz sizinlə Şahin müəllimin Respublika Fən müsabiqəsinə hazırlaşanlar üçün olan kitabından Sınaq 19-un izahına baxırıq. Demək, keçək suallarımıza. Birinci sualda bizə deyir ki, hansı proseslər zamanı istilik udulur? Biz bilirik ki, istilik udulması və ayrılması, yəni bu reaksiyalar iki yerə bölünür. Eksotermik və endotermik reaksiyalara, istiliyin ayrılması ilə gedən reaksiyalara eksotermik reaksiyalar, udulması ilə gedən reaksiyalara isə endotermik reaksiyalar deyilir. İndi bizə burada deyir ki, hansı proseslər zamanı istilik udulur? Demək ki, burada bizə 3 şəkil verilib. Birində yazılıb bərk, yəni katı, birində yazılıb sıvı, maye, birində yazılıb qaz. Deməli, bərk, maye, qaz və keçidlər göstərilib. 1-dən 2-yə, bərkdən mayeyə 1, mayədən qaza 2, qazdan mayəyə 3, mayədən bərkə 4 verilib. Və demək ki, belə deyim ki, uşaqlar, bərkdən mayəyə, mayədən isə qaza keçmə zamanı bu endotermik prosesdir. Yəni istiliyin udulması ilə gedir. Demək ki, burada doğru cavab oldu hansı? Qazdan mayəyə, bərkdən mayəyə, mayədən qaza keçid hansındadır? 1-lə 2-də cavab da oldu A variantı. Gəldi indi ikinci sualımıza. İkinci sualımızda deyir ki, aşağıdakı qazlardan hansı hava çirkliliyinə səbəb olur? Aşağıdakı qazlardan hansı hava çirkliliyinə səbəb olur? Burada da cavab D variantı helyumdur. Üçüncü sualımız uşaqlar, deməli qablar verilmişdi və diqqət eləsək görərik ki, burada demək bir saniyə. H-xlor üzərinə gəlib natrium OH alınıb, natri-xlor üstə gələk H2O. Növünə diqqət etsək, bu turşudur, bu əsasdır, bu normal duzdur, bu isə sudur. Demək ki, uşaqlar, buna tərif versək, deyərik ki, turşu ilə əsas arasında gedib normal duz və suyun alınması ilə nəticələnən reaksiyalara neytrallaşma reaksiyaları deyilir. Və diqqət etsək ki, görək ki, əmsallaşdırmağa ehtiyac yoxdur. İndi nə deyir bizə? Hansı ifadə doğru deyildir deyir. Verilmiş reaksiya üçün hansı ifadə doğru deyil? A-da neytrallaşma reaksiyasıdır. İndicə mən bu reaksiyanın açıqlamasını verdim. Dedim ki, bu neytrallaşma reaksiyasıdır. B-də eksotermik reaksiyadır. Bəli, bu doğrudur. Birləşmə reaksiyaları və ümumiyyətlə bu tip reaksiyalar eksotermik reaksiyalardır. C-də deyir ki, istiliyin udulması ilə gedir. B variantını mən doğru qəbul edib eksotermik reaksiya deyirəmsə, demək ki, bu istiliyin ayrılması ilə gedən reaksiyadır, udulması ilə deyil. Onda C variantı səhv cavabdır. Gəldik 4-cü sualımıza. 4-cü sualda deyir ki, aşağıda verilmiş maddələrdən hansının suda qarşılığı suspenziyadır? Uşaqlar, siz bilirsiniz ki, suspenziya bərklə mayenin qarışımı və burada bir-birində həll olmayan maddələr. Yəni, bərk maddə maye içərisində həll olmamalıdır. Birincidə natrium hidroksid verib. Baxın, natrium OH. Variantlara baxsam görərəm ki, 4-ü də əsasdır. Magnezium OH2, kalium OH və NH4OH, yəni naşatır spirti. Uşaqlar, natrium OH, kalium OH, magnezium OH çox yaxşı suda həll olurlar. Yəni, suda çox yaxşı həll olurlar və bunlara qələvilər deyirlər. Suda həll olan əsaslara qələvilər deyirlər. Amma magnezium hidroksid isə suda həll olmur və buna görə də bu su ilə suspenziya əmələ gətirəcək. Cavab oldu B variantı. Gəldik 5-ci suala. 5-ci sualda deyir ki, hansı qüvvətli turşu deyil? Qüvvətli turşuları yazsaq, biz yazarıq ki, deməli H2SO4, HNO3, sonra H-xlor, H-brom, H-yod
və s. Bunlar qüvvətli turşulardır. Demək yazdıqlarımın içərisində A H2SO4 var, B HNO3 var, C H-xlor var. Əslinə qalanda H3PO4 orta qüvvətli gedir, amma bəzi belə deyim də bölmələr var ki, bəzi dərslər var ki, orada biz onu zəif kimi götürürük. Gəldik 6-cı suala. 5-də oldu D variantı. 6-cı suala diqqət eləsək görərik ki, bir stəkan verilib, onun içərisində su var və içinə yağ töküblər ki, yağ yığılıb suyun üzündə. Və bu heterogen qarışıqdır. Elə nə deyir? Doğru deyildir deyir. Doğru olmayanı tapaq. Deməli deyir heterogen qarışıqdır. Hə də dedik ki, heterogen qarışıqdır. Emulsiyadır. Emulsiya nədir uşaqlar? Bir-birində həll olmayan maye qarışımı. Bəli, bu da yağ da mayedir, su da mayedir. Deməli bu emulsiyadır. Ayrıcı qıfla tərkibindəki maddələrə ayrılır. Bəli, biz bilirik ki, maye daha doğrusu yağ su qarışığını bir-birindən durultma üsulu ilə ayırırıq və bu da ayrıcı qıfla da mümkündür. Və D-də deyir ki, suspenziyadır. Xeyr uşaqlar, bayaq da izahda dedim ki, suspenziya bərk ilə mayenin birləşimidir. Demək ki, cavab oldu D variantı. Gəldik, neçənci sualdır bu? 7-ci suala. 7-ci sualda demək belə bir stəkanlar verilib, birinə qumla ağac tozu tökürlər. Yəni ardıcıllıqla mərhələli şəkildə onun orada qarışımını göstərirlər və sonda da göstərir ki, ağac tozu yığıldı, qaldı üzdə, qum isə dibə çöküb. İndi nə istəyir bizdən burada? Bu deməli heterogen qarışıqdır uşaqlar. Deməli bizə deyir ki, hansı ifadələr doğrudur? Hər iki maddə suda həll olunur. Görürük ki, biz qum və ağac tozunu suda həll edib. Bəli, nə qum, nə də ağac tozu suda həll olunur. Bu düzdür. Sonra ikincidə deyir sıxlıqları fərqinə əsaslanır. Bəli, ağac tozunun sıxlığı az olduğuna görə suyun üzündə, qumun sıxlığı çox olduğuna görə suyun dibinə çökmüş olacaqdır. Üçüncüdə deyir ki, ağac tozu ayrıldıqdan sonra qum su qarışığını filtr kağızı və qıf vasitəsilə maddələrə ayırırıq. Bəli, doğrudur. Ağac tozunu biz belə deyim də ayrıcı qıfla ayırırıq. Daha sonra isə deməli qumla su qarışığını filtr kağızından keçirsək, qum qalar filtr kağızında, su isə tökülər aşağı. Və ona görə də burada hər üç variant doğru verilmişdir. Gəldik 8-ci suala. 8-ci sualda da deməli uşaqlar kalsium karbonat su qarışığı verilib, aseton su qarışığı verilib, dəmir və mis tozu qarışığı. Deməli uşaqlar, kalsium karbonatla su qarışığı, kalsium karbonat biz bilirik ki, belə deyək də təbaşir deyək. Təbaşir tozunu suda həll edə bilmərik ki, yəni o həll olmayan bir maddədir, çöküntü verən bir maddədir. Ona görə biz bunu süzmə ilə ayırarıq sudan, süzmə üsulu. İkincisi, deməli asetonla su bu eyni cinsli qarışıqdır və eyni cinsli qarışıqda biz bunu deməli aseton sudur, spirt sudur, sirkə sudur. Biz bunları distillə sulu ilə ayırırıq və bunu deməli fraksiyalı distillə ilə ayırarıq. Üçüncü də artıq orada biz dəmiri gördüyümüzə görə bunu ancaq maqniti yaraşdırarıq və oldu hansı variantdır bu? Süzmə fraksiyalı distillə və maqnitlə təsir olacaq C variantı. Gəldik 9-cu sualımıza. 9-cu sualımızda deyir ki, uşaqlar, sabit temperaturda doymuş şəkər məhlulunu doymamış hala gətirmək üçün deməli, doymuş nədir? Yəni ki, verilmiş temperaturdan daha həll ola bilməyəcəyi bir məhlul. Yəni biz ora artıq belə deyək də bir stəkan su götürmüşük, içinə şəkər tökürük. Daha həll olmur da şəkər orada. Bu doymuş məhlul oldu. Amma yenə də əlavə edə biliriksə, tökə biliriksə bu doymamış məhluldur. Bir də var ifrat doymuş. Yəni onu bir qədər qızdırıb yenə də üzərinə əlavə eləsək, artıq orada daşmağa başlayır, artım başlayır. Bu da ifrat doymuş məhlul olur. İndi biz burada neyniyək ki, bu doymamış
məhlulu doymuş hala gətirək də. İndi burada nə edək? Suyu buxarlandırmaq. Bəli, orada su azalır və nəticədə orada maddə artıq qalmağa başlayır da içində. Su əlavə etsək, yox, əksinə biz onu belə deyək də, şərait yaradarıq ki, doymamış hala gəlsin. Yəni bu elə bir yenə də deyəcək ki, mənə əlavə elə, şəkər əlavə elə də. Üçüncüdə deyir ki, şəkər əlavə etmək. Bəli. Bir stəkandan suyu buxarlandırmaq, ikinci sonra şəkər əlavə etmək ki, bu doymuş hala gəlir. Deməli, 1-lə 3 oldu D variantı. 10-cu sualda deməli, sabit temperaturda 80 qram duz, gəlin qeyd edək uşaqlar, mx bərabərdir 80-ə. 250 qram suda m su bərabərdir 250. 250 qram suda məhlulu filtr kağızı vasitəsilə süzüb toplanan duzun kütləsinin 30 qram olduğu müəyyən edildi. Duzun 100 ml suda həll olan kütləsinin qramla müəyyən edin. Demək, gəlin baxaq uşaqlar. Burada mx-im 80, m su 250. Məhlul nə qədər olar? Gəl bir baxaq. Məhlul bərabərdir. Deməli, mx üstə gələk m su düsturundan, mən görürəm ki, mx-im 80, m su 250-dir. O da bərabər olacaq 330-a. İndi mənə burada deyir ki, 30 qram toplanan duz var. Yaxşı, tapdığım bu məhluldan 30 qramı çıxsam duzu. Deməli, m məhlulum bərabərdir 330-a. Duzum da verildi ki, 30 qramdır. Onda m su nə qədər olar? M su bərabərdir. M məhlul çıxılsın mx, o da bərabərdir 330-dan 30 çıxanda qalacaq 300. Sonra nə istəyir? Duzun həll olan kütləsini istəyir. Özdə 100 ml suda verir mənə. Və belə deyim də 80 mənim belə deyək 80 elə bil ki, deməli nə qədər idi? Birinci mx-im idi. Birinci mx-im. İkinci mx-im nə qədər oldu? 30 oldu. İndi yaxşı, bu 80-dən, axı bu deyir ki, toplanan duz oldu da, çökən duz elə bir ki, 30-u çıxanda yerdə 50 qalacaq. 50 qaldı. Suyum nə qədərdir? Heç bunu hesablamağın bir mənası yox idi. Mən görürəm ki, uşaqlar, buna heç ehtiyac yox idi. Elə burayla getsək daha yaxşı olardı. Onda gəlin elə bu cür yazaq ki, bu ehtiyac yox idi. Onda gəlin bunu belə verək ki, bu şəkildə verək. 80-i verdi, m suyu verdi. Deməli, onda ikinci mx-im 30 oldu. 80-dən 30 çıxdım, 50 qaldı. İndi KH-ın düsturu necədir? KH bərabərdir. mx bölünsün m su, vurulsun 100 veriblər orada. Mən əslində burada 1000 olmalıdır. Prosto şərtdə 100 ml veriblər. mx-im deməli nə qədərdir? 50. Burada tapdım yekun duzun kütləsini, bölünsün 250 də burada verilmiş sudur məndə, vurulsun 100. İxtisar aparsam 5 ilə də 25 gələndə burada 5 qalır. Deməli 100-ü də 5-ə böləndə cavab oldu 20. Demək ki, cavab 20 A variantıdır uşaqlar. Bu qədər. Bugünkü sınaq 19-un izahı da bu cür oldu uşaqlar.